Niyə Azərbaycanlılar ingilis dilini bu qədər çətin öyrənir? İngilis dilini öyrənmək bir ərəb üçün, bir rus üçün bu qədər asan olduğu halda bir türk niyə çətinlik çəksin ki? Səbəb milli şuurdadır. Türk milli şuuru bütövlük tələb edir. İstər ailədə olsun, istər siyasətdə olsun, bütöv bir imperiya tələb edir türk şuuru. Xaçpərəstlər isə deyirdi: parçala və hökmranlıq sür. İngilis dilində məntiqi elə buradadır. Parçala və fikrini uşaqca ifadə et. Məsələn, mən demək istəsəm, mənim əlimə baxan 2 uşağım var. Biz fikirləşirik, əl nədir, baxmaq nədir? Amma ingilis fikrini parçalayır və bu nəticəyə gəlir. Əgər mənim əlimə baxan uşağım varsa, deməli o məndən asılıdır. Çünki ələ baxmaq bərabərdir asıllıq. Mənim dədəm babam asılı olmağa nə deyib? Depend on. Və cümləni qururuq. Mən sahibəm 2 uşağa, asılıdır məndən. Yəni məndən asılı olan 2 uşağa sahibəm. I have 2 children, depend on me. Bir dili öyrənmək bir millətin şuurunu öyrənməkdən başlayır. Millətin şuurunu öyrənməsəz onun dilini də mənimsəyə bilməzsiniz. Bu bütün dillərdə keçərlidir.